Ənənəvi olaraq hər il bir məsələyə də toxunuruq. İlin ilk körpələri. Ölkəmizdə ilin ilk körpəsi harda dünyaya göz açıb? Sujeti izləyək, biləcəyik. 2026-cı ilin ilk körpəsi Naxçıvanda dünyaya gəlib. Naxçıvan Perinatal Mərkəzindən verilən məlumata görə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 00:01-də Naxçıvan şəhərində Gülməmmədovlar ailəsində oğlan uşağı dünyaya gəlib. Təbibin nəzdindəki tibb müəssisəsi olan Şamaxı rayon mərkəzi xəstəxanasında isə ilin ilk qız övladı dünyaya göz açıb. Doğulan körpə ailədəki ikinci qız övladıdır və bu sevinci bölüşən ailənin artıq 3 övladı var. Biri oğlan, ikisi qız. 2026-cı il bizim ailəyə düşərli oldu. Allah bir qız övladı nəsib elədi. Allah bütün balaları xoşbəxt eləsin. 1 yanvar 2026-cı il tarixində saat 00:40-da Şamaxı rayon mərkəzi xəstəxanasının doğum şöbəsində doğulan körpənin cinsi qız, çəkisi 3 kilo 200, boyu 51 santimetrdir. Doğuş təbii yolla baş tutdu. Körpə 2001-ci il təvəllüdlü ananın 3-cü evladıdır. Bildirildi ki, hazırda ana və yeni doğulan körpənin vəziyyəti stabil olaraq qiymətləndirilir. Aysu Qayıbova, Samir Cəbiyev, Sərdar Əliskəndərli, ATV Xəbər.